Məktəb binası kərpiclərdən, divarlardan və otaqlardan təşkil olunduğu kimi, canlı orqanizmlər də müxtəlif quruluş səviyyələrinə malikdir. Bütün canlılar hüceyrədən təşkil olunub. Eyni funksiyalı hüceyrələr qrupu hüceyrəarası maddə ilə birlikdə toxumanı əmələ gətirir. Orqanlar müxtəlif toxumalardan təşkil olunur. Orqanlar sistemi isə müəyyən həyati prosesləri tənzimləyən orqanlar qrupudur. Beləliklə, orqanizm sistemlərdən ibarətdir. Biz əsas orqanlarımızın fəaliyyəti sayəsində yaşayırıq. Qaçarkən, oynayarkən və hətta yatarkən orqanlarımız hər zaman aktivdir. İnsan bədənini 3 hissəyə ayıra bilərik: baş, gövdə və ətraflar. Hər bir hissənin özünə məxsus rolu və vəzifəsi var. Bədənin əsas orqanları baş və gövdə hissəsində yerləşir. Döş və qarın boşluqları gövdə hissəsindədir. Daxili orqanlarımız bu boşluqlarda yerləşərək həyati funksiyaları yerinə yetirir.